Cinsi inkişaf dövründə, pubertat dövründən öncə, yəni cinsi hormonlarımız əmələ gələndə, yəni qızlarda da cinsi hormonlar, qadında da əslində kişi hormonları orqanizmada sintez olunur, testosterondan sintez olunur və qadınların inkişaf dövründə mən qadınlardan və qız uşaqları və oğlanlardan ayrı toxunacağam bu mövzuya ki, bu dövrdə məsələn qız uşaqlarında tər ifrazında elə oğlanlarda da xüsusi sərt qoxu, turş, sərt, yəni kişi tərinin qoxusu narahat edəcək bir qoxu yaranır. Yəni, o dövrdə bəzi hallarda bunu biz cinsi inkişafın normal parametri olaraq qəbul edirik ki, yəni bu dəqiqə orqanizmada testosteron fraksiyası estrogenin sintez etmə dövründə bu tər qoxusunu biraz təbii qəbul edə bilirik biz. Amma bu tər qoxusunun yanına əgər piylənmədə, əgər kişi tipli bədən quruluşu da qız uşaqlarında daxil olursa, məsələn, çiyin nahiyədən genişlik, çanağın kiçikliyi, bədənin üst nahiyədən böyüklüyü, dəridə kəskin yağlılıq, civzələrin olması, təbii ki, bunlar inkişaf dövrünün parametrləridir, amma ona görə həkim dəyərləndirilməsi və o dövrün hormonal balansı. Çünki orqanizmada hər yaşın özünə məxsus hormonal dəyərləri var. Yəni, hormonlar uşaq orqanizması ilə böyük orqanizmasında eyni deyil və hər yaşa görə onun meyarları və ölçüləri var və oradan biz dəyərləndirəriksə, narahat olaqmı, olmayaqmı, buradan yola çıxarıq və uşaqlarımızın bu dəqiqə həyatımızda qidalanmanın düzgün olmaması, endokrin pozucuların həyatımıza daxil olması gətirir, çıxarır ki, baxın, bu tipli erkən cinsi inkişafa, yəni vaxt istəyir oğlanlarda olsun, istəyir qızlarda olsun, çünki erkən cinsi inkişaf öz orqanizması üçün çox böyük yükdür. Yəni, inkişafa hazır olmayan orqanizma artıq bu yükün altına girir və bu sonucda da digər problemlərin yaranmasına təbii ki, gətirib çıxır.